Çilemi çeçim, sensiz ben nereye gideyim? Sana nefesimden daha yakınım. Daha da sen. Hər kəs salam dostlar. Bugünkü videomda Azərbaycan TV biabırçıqları videomun ikinci bölümünü çəkirəm. Birinci bölüm çox bəyənildiyinə görə ikinci bölümü çəkmə qərarı aldım. Bu videoya da 500 like gələrsə, bölüm 3 gələcək. Sizə güvənirəm dostlar. Bu videoya 500 like gələcəyinə inanıram. Ona görə də əvvəlcə videoya like atıb kanala abunə olun, sonra keçək videoya. Mən dedim ki, gələrsən, gəlməsən mən sən işlə demirəm. Get, yolun açıq olsun. Yolun qırağı ilə get, orta ilə get. Yolun qırağına get. Bəli. Ortayına niyə getməsin? Maşın vurar. Çıxartdıq. Qarabağın rəmzi nədir? Kəhərat. Kəhərat orada 3 qol vurdu. 3 dəfə belə şahay qalxdı kişnədi. İya! 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 Qarabağ neynədi orada? Sen evlenenden onunla birce gün tek koymuşsan onu. Hala ne bir saat koydum. Niye koymalıyam ki? Koysam canavarlar yiyecekler bunu. Nece? Koysam canavarlar yiyecekler bunu. Belki hayatı zənc eləyir ona. Hazır belki ya. Niye qışqırır sanki? Adama deyirlər soğan yeməmsən, niye görmürsən? Bəs Sen ne kadar olacak ha bu? Sen playboysan. Ay yalanlar değil akı. Ben telefonu vereceğim sık alsın burada. Görün kim Bəli, qoy qalsın burada. Neyinirsən telefon? Sən telefon lazımdır, sən həyatı Ayşe ben başa düşe bilmiyorum. Telefon olmaz, işe gitmek olmaz. Yaxşı bu yazık ne iş gör? Diyor telefonu ben geliştireceğim. Ben ne yakıştım Mən kazanım. sənə elə bir söz demişəm. Bəs sən ona niyə getmirsən? Necə? Nətər getdin ona? Qoşulub qaçmışam. Özün istəyirdin. İstəmədiyəndə görmüşəm, qoşulub Bu qaçmışam. sənin birinci həyat yoldaşın. Yox, yox. Neçəncidir? 4-cü həyat yoldaşım. Nə? 4-cü. İndi mənim başıma qalxır ki, sən belə olmusan, elə olmusan. Yəni mən də bir kömək kimi sənin kömək istəyirəm. Və o neçəncə arvadıdır? 10 belə 5-ci, 4-cü. Zaksısı da var, axırıncı zaksısı ilə də. Futbol komandası Zabir yavaş-yavaş yığırlar. Hay Allah, sənə qurban olum yarabb. Bilmirsən ağlayasan, bilmirsən güləsən, bilmirsən hirslənəsən, bilmirsən neyəsən. Ümumiyyətlə emosiyalarım itib burada. Gecə saat 2-də heç bir an öz evladını evindən çıxartmalıdır. Seni hiç tabak çıkartmamışam. Əlbəttə. Seni çıkartmamışam. Sakitler. Sen benim balamsan, hiç kim. Ben özümü gel öldüreceğim. Cemile Hanım. Yok öldüreceğim. Cemile Hanım. Ben istemiyorum bu Doğru danışmağa gəlmişəm. Ama yavaş yavaş. Mehmet böyle ile Mehmet. Ben gidelim nerem o kendi bak. Nereye gedirsən məni niyə tutur? Oğlusan da kimi tutmalıdır? Mən şuradan şuraya səndən getməyim. Yok gitme. O xahiş edirəm, ona kimi əl çək məndən, ona. Ay çıx gedin. Həyatımdan git. Ben senin gitmeye yerim yok. Həyatımdan git. Sən də buradan şuradan şuraya getmə. Mən gedəcəm. Mənə yaxın dursa, bütün eşidir. Səni hörmətsizliyin böyük olur. Onda hörmətsizlik olur ki. Lale xanım dedi, üzr istəyirəm, səsimi qaldırdığım üçün sakallarda. Lale xanım dedi, dedim anamdır, yeri gəlsin, atam da dedi, atam gəlsin, dost ömrən qabanda Ağdaş'da şahidlərim var. Artıq ki də bana bir həftə mən saxla. Borcum saxlamam. Nə hörmətsizlik? Elədiyini elədim də. Bundan artıq anlayan nə hörmətsizliyi. Estağfurullah, Allah'ın ekber, arvad məndən nə istəyirsən? Aferin stüdyamızdadır. Qurban Ne oldu sana? Sana ne oldu? Qurban sənin yanıma gəl. Ben geldim. Her şeyim yanıma Yaxşı, gel. ben istəyir. Yaxşı. Lale xanım yanıma gəl. Mehmet, ben Her istəyir. şeyim Tamam. yanıma gel. Tamam, Qurban geldim. sana yaxam. Geldim. Yo, estağfurullah, 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 estağfurullah. Xahiş eləyirəm, xahiş eləyirəm. İslam, mən səndən xahiş eləyirəm. Mən səndən xahiş eləyirəm. Xahiş edirəm, qurban. Sən bu qədər dərd çəkirmirsən. Ay xanım, qurban. Mən bilirsən, gəl bir. Qurban olurum sənə. Əlini ver bacıya. Qurban Sakit. Yox, yox, estağfurullah, xahiş eləyirəm. Belə şey sevmirəm mən. Qurban kəsəcəm burada, sən bak, qurbanımı kəsəcəm burada. Tamam. Haydi devam elə, özün oxu. O neydi? Orada elə yer yoxdur. Yeri yoxdur. Xanımın özü danışmır bizlə danışdığı zaman. Bizə çox qəribə gəldi bu hadisə və bəli.
Eşidirsiniz məni? Eşidirsiniz məni? Mikrofonu yaxın saxlayın, zəhmət olmasa. Bəli, eşidirəm. İndi bizlə danışan sizsiniz, yoxsa? Xeyr. Nailə xanım deyil, mənəm danışan. Olar hərəkətsiz dayanasınız. Xeyr. Bir balaca sakitləşin. Aydındır, tam özünü göstərməyin. Mənə danışın. Çox verməyin. Sevinç xanım. Biraz özünüzə gəlin, xahiş eləyirəm. Siz hərəkətli olduqca biz sizlə danışa bilmirik. Xahiş eləyirəm. Çalışın ki, hərəkətsiz olasınız. Buyurun. Nə baş verir? Nə olubdu? Niyə Nailə xanım bu vəziyyətdədir? 6 ildir bu xanıma işgəncə verirlər. Kim verir işgəncəni? Kafirlər. 6 ildir bu xanım çəkdiyi işgəncəni gizlədirdi. Heç kimə danışmırdı. Necə başladı? Niyə məhz bu xanımı seçdilər? Bu xanımı seçmişik biz. Bu xanım bizə tabe olmalıdır. Bütün həkimlər söylədi ki, bunun psixoloji durumu pozulub. Ancaq bunun psixoloji durumunda heç bir şey yoxdur. Montində 3 ilə yaxın bu müalicə olundu. Ancaq həkimlər söylədi ki, bizlik deyil, bu cindir. Zəngələ, bu qara qıza zəngələ. Bu bir dəqiqə üzrəm. Özünü vəkil hesab edən qadın. Bu qadında ləyaqət yoxdur. Bunu kim edir? Niyə edir? Niyə? Ben çok... Ay, böyle şey oldu. Çok terbiyesiz. Bu canlı efir idi ve mənə qarşı hörmətsizlik idi. Şəfiqə xanıma yox. Terbiyesiz, əxlaqsız. Azərbaycan proqramlarındakı biabırçılıqları da gördünüz. 3-cü bölümün gəlməsini istəyirsinizsə, bu videoya 500 like atmalısınız və kanalın 5000 abunə olmalıdır. Video buraya qədər idi. Videonun bəyənisi video like atmayı, kanalın bəyənisi kanala abunə olmayı yaddan çıxarmayın. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.